Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan dəyişikliklər fonunda ABŞ-ın dövlət borcu məsələsi daha çox müzakirə obyektinə çevrilib. Dolların beynəlxalq valyuta kimi hegemoniyası uzun illərdir ki, qlobal ticarət və maliyyə sisteminin təməlini təşkil edir. Lakin ABŞ-ın artmaqda olan borcu və maliyyə balansındakı davamlı kəsirlər bu statusun davamlılığına dair suallar doğurmağa başlayıb. Bir çox insan ağlındakı sual isə ABŞ niyə dollar çap edib dollarla olan borcunu qaytara bilmir. News 24 az Milaza isnadla xəbər verir ki, bu suala cavab olaraq iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ABŞ-ın dövlət borcu dollarladır və bu bir sıra potensial riskləri də özü ilə gətirir. Əgər bu tendensiya nəzarətsiz davam edərsə, dolların dəyəri zəifliyə, valyutaya olan inam sarsıla və o qlobal ehtiyat valyuta statusunu itirə bilər. Artan ticarət kəsirləri və dövlət büdcəsindəki xroniki çatışmazlıqlar bu prosesə mənfi təsir göstərməkdədir. O qeyd edib ki, borcdakı artım artıq mütəmadi deyil, həndəsi silsilə üzrə, yəni sürətlənərək baş verir. Bu da ABŞ hökumətinin ciddi şəkildə düşünməyə vadar edir. Əlbəttə ki, bu istiqamətdə müəyyən tədbirlər görülməlidir. Əks halda vəziyyətin kütləvi təsirləri ABŞ iqtisadiyyatına və qlobal maliyyə sabitliyinə ciddi zərbə vura bilər.